Hər vaxtınız xeyir, Obyektivi izləyirsiniz. Sosial xidmət sahəsində mühüm yeniliklərə imza atan Dost Agentliyinin yaranmasının 7 ili tamam oldu. Ötən müddət ərzində dəyişən sosial mənzərəyə nəzər saldıqda demək olar ki, Dost modeli Azərbaycanda sosial xidmətlərin daha əlçatan, şəffaf və operativ təqdim olunmasına mühüm töhfə verib. Vətəndaş məmnunluğunu əsas prinsip kimi müəyyən edən agentlik insanların həyatına rahatlıq, güvən və etibar gətirib. Bugün sosial sahə dinamik inkişaf edir. Hədəflərin miqyası daha genişlənir. Bütün bunlar isə dostun missiyasını və cəmiyyətə xidmət yolunu özündə əks etdirir. Bir dost hekayəsi ilə buraxılışımıza başlayırıq, bizimlə qalın. Kəmərlərini bağlasın, hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olur. Bacım milli qəhrəman Hökumət Cəlil qızı Əliyeva daim arzusundaydı, deyirdi ki, mən köçəcəm, orada yaşamaq istəyirəm. Təəssüflər olsun ki, ona qismət olmadı. Mən Nəsibli Coşqun Cəlloğlu 13 sentyabr 1993-cü ildə Bərdə rayonu Qaradəniz kəndində anadan olmuşam. Əslən Kəlbəcər rayonu Susluq kəndindənəm. Kəlbəcərdə Dost Xidmət məntəqəsinin açılacağını eşitdim, müraciət etdim və imtahanlardan uğurla keçərək sosial agent kimi xidmətimə başladım. Kəlbəcər Dost Xidmət məntəqəsi təbii ki, iş saatından sonra da vətəndaşlar müraciət edirlər. Ətraflı məlumat verirəm və məsləhət görürəm ki, Dost Xidmət məntəqəsinə yaxınlaşsınlar. Mənim bir günüm iş saatlarından sonra ailəmlə parkda gəzirik, isti suya gedirik, Kəlbəcərin şəlalələrinə, Kəlbəcərin dağlarına ziyarət edirik, gəzirik. Öz doğma Kəlbəcərimdə vətəndaşlara xidmət etmək mənim üçün böyük qürurdur. Növbədə həftənin sosial xülasəsi var. Bu xəbərlər Dost TV tərəfindən vətəndaş üçün praktiki bələdçi kimi hazırlanır. Təqdim etdiyimiz məlumatlar həm maarifləndirir, həm də müxtəlif kateqoriyadan olan vətəndaşlarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmət zərfi barədə daha ətraflı məlumat almağa təşviq edir. Sosial xidmətlərdən məlumatlı olmaq hüquq çərçivəsində həmin imkanlardan vaxtında və düzgün yararlanmaq vacibdir. Bizimlə birbaşa bağlantıda Mehri Qurbandır. Hər vaxtın xeyir Mehri. Hər vaxtınız xeyir olsun xanım. Sizi və izləyicilərinizi Dost TV-nin studiyasından salamlayıram. İndi isə həftənin əsas sosial xəbərlərini sizə təqdim edəcəm. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər. Onlar dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar. Ulu öndərimizin adını daşıyan zirvədə onun barelyefi ziyarət olunub və əziz xatirəsi ehtiramla yad edilib. Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 33 nəfər Ukraynalı tələbə ölkəmizə gətirilərək burada sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər. Ukraynalı gənclərin 8 günlük sosial reabilitasiya proqramına cəlb olunmasında məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir. Ötən dövrdə Ukraynadan 400-ə yaxın uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İmkanlar Hər Kəs üçün sosial layihəsi üzrə turizm və mədəniyyət sahələrində təcrübə proqramı keçmiş iştirakçılara sertifikatların təqdim edilməsi tədbirləri olub. Çıxış zamanı bildirilib ki, layihə üzrə 18-35 yaş aralığında əlilliyi olan 25 şəxs müxtəlif fəaliyyət sahələrində iş prosesinə cəlb olunaraq praktiki təcrübə qazanıblar. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib. Onlardan 7,1 mini ilkin, 8,8 mini isə təkrar əlillik təyinatıdır. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, həmçinin özəl tədris müəssisələrində təşkil olunan kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların işə təmin olunmalarına dəstək göstərilir. Belə xanım, bizim bugünlük çatdıracaqlarımız bu qədər. Sağ olun, salamat qalın. Təşəkkür edirəm Mehri. Bəli, Dost TV ilə birbaşa bağlantıda sosial xülasə ilə tanış olduq. Obyektivdəsiz qonağımızla söhbətimizə başlayırıq. Bizi izləməyə davam edin. Bir sayılı Bakı Dost Mərkəzinin direktoru Ruslan Mirzəliyev artıq studiyamızdadır. Ruslan müəllim, xoş gəlmisiniz, xoş gördük sizi obyektivdə. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Ruslan müəllim, artıq 7 ildir ki, Dost konsepsiyası ölkəmizdə uğurla tətbiq olunur. İstərdim söhbətimizə kiçik bir sualla başlayaq. Siz özünüz neçə ildir agentlikdə çalışırsınız? Elə mən də belə 7 ildir artıq 7 ildən daha çoxdur agentlikdə çalışıram. 2019-cu ilin aprel ayından. Çox gözəl. Deməli, bugünkü söhbətimizi Dost konsepsiyasının təməl daşı hesab olunan bir səviyyədə edə bilərik. Düşünürəm ki, bu günə qədər olan təcrübəm məsələyə daha belə geniş prizmadan baxmağa imkan verəcək. Əla. Gəlin ondan başlayaq ki, hər şeyin başlanğıcı olan bir sayılı Bakı Dost Mərkəzinin fəaliyyəti və əldə olunan nəticələrlə bağlı nə deyə bilərsiniz? Bu günə qədər bu 7 il ərzində bir sayılı Bakı Dost Mərkəzi 800 mindən çox vətəndaşa xidmət göstərmişdi və xüsusən də fəxr etdiyimiz müəyyən rəqəmlər var və bu rəqəmlər həmin illərlə 2019-cu ildə biz fəaliyyətə başladığımız illə hal-hazırda 2026-cı ildə olan nəticələri, orta nəticələri müqayisə etdikdə daha aydın görünür. Məsələn, məmnunluq göstəricisi 2019-cu il üzrə ortalama 95-96% aralığında idisə, hal-hazırda məsələn 2026-cı ilin orta məmnunluq göstəricisini götürsək, bu 99% artıq keçib. Yəni, bu da onu göstərir ki, fəaliyyət hər bir ildən təkmilləşməyə doğru gedir və həmçinin də bu məmnunluğun arxasında müəyyən digər rəqəmlər var və bu da əsas məsələ keyfiyyətlə bərabər operativlik də adımızda olduğu kimi operativlik də çox mühüm faktordur və məsələn gözləmə müddəti 2019-cu ilə baxsaq vətəndaş mərkəzə daxil olduqdan sonra 4 dəqiqədən daha çox gözləyirdi. Amma bu gün çox yaxşı bir nəticəyə gəlmişik. Vətəndaş ortalama 2 dəqiqə ərzində xidmətini gözləyir və artıq hətta xidmət müddəti belə təkmilləşib. Çünki proseslər təkmilləşir, yeni mexanizmlar tətbiq olunur və əgər biz bir vətəndaşa ortalama 2019-cu ildə 9 dəqiqədən də artıq bir müddəti xidmət göstərirdiksə, hal-hazırda mərkəzdə bu vaxt hardasa 7-8 dəqiqə aralığındadır. Yəni, çox qısa bir müddətə vətəndaş Dost Mərkəzinə gəlir, problemi həll olunur və məmnun bir vəziyyətdə mərkəzi tərk edir. Bəli, çalışırıq bunu. Dost Mərkəzində 160-dan çox xidmət göstərirsiniz vətəndaşlara. Və nəzərə alsaq ki, çalışdığınız həssas kateqoriya, sizin də qeyd etdiyiniz kimi vətəndaş məmnunluğunun qorunub saxlanılması, eyni zamanda xidmətlərin optimallaşdırılması, bütün bunları ümumi olaraq yanaşsaq, hansı işlər görürsünüz, hansı yeni həlləri tətbiq edirsiniz? Ənənəvi müəyyən bir rəqəmsal həllər var, amma rəqəmsal həllərlə bərabər biz keyfiyyətin idarə olunması mexanizmlərinə xüsusi önəm veririk. Məsələyə ilkin olaraq rəqəmsal prizmadan baxsaq, burada 2 xüsusi rəqəmi vurğulaya bilərəm ki, bizim artıq o 162 göstərdiyimiz xidmətdən 90%-i rəqəmsallaşıb. Yəni, vətəndaş mərkəzə gəlmədən də müəyyən bir o xidmətləri onlayn platformalar vasitəsilə əldə edə bilər. Və ikinci xüsusi rəqəm 60% proaktivlik məsələsidir. Proaktivlik dedikdə hətta vətəndaşın müraciət etmədən belə artıq biz ilkin mərhələdə vətəndaş özümüz çıxırıq ki, sənin bu imtiyazın var və bu tipdə, yəni 162 xidmətimizdən 60% artıq proaktivləşib. Yəni bu xüsusi bir önəmli rəqəmdir. Dost konsepsiyası bugün bir Azərbaycan brendi kimi dünyada tanınır və geridə qoyduğumuz bu 7 il ərzində böyük bir yol qət etmisiniz ki, buna nail ola biləsiniz. Bu baxımdan qazandığınız beynəlxalq uğurlar, eyni zamanda Dost konsepsiyasına beynəlxalq marağı necə xarakterizə edərdiniz? Əsas vurğulamaq istədiyim məqam Dost agentliyinin hal-hazırda böyük sosial sahədə xüsusi önəmi olan beynəlxalq qurumların tərkibində olan fəaliyyətidir. Biz artıq
bir neçə ildir ki, Avropa Sosial Şəbəkəsi kimi, Beynəlxalq Sosial Təminat Assosiasiyası kimi qurumların üzvüyük və bu müddət ərzində məsələn Avropa Sosial Şəbəkəsi tərəfindən təqdim olunan Avropa Sosial Xidmətlər mükafatı var və biz 2021 və 2024-cü ildə bu mükafatın layiq görülmüşük, sahibinə çevrilmişik və həmçinin də Beynəlxalq Sosial Təminat Assosiasiyasının da üzvləri 200-ə yaxın dövlət üzvüdür və biz də Dost Agentliyi olaraq xidmət keyfiyyəti üzrə mükəmməllik sertifikatına nail olmuşuq. Bununla bərabər, yəni beynəlxalq təşkilatlarda təmsilçilik ilə bərabər həmçinin də təcrübə mübadiləsinə çox önəm veririk. Müxtəlif ölkələrlə, Moldova, Özbəkistan, Xorvatiya, Rumıniya, Serbiya kimi ölkələrlə bizim təcrübə mübadiləmiz gedir və hətta yəni bizim əsas məqsədimiz Dost konsepsiyasını müəyyən bir ixrac məhsuluna çevirməkdir və bu istiqamətdə də müəyyən komponentlərin həmin ölkələrdə olan sosial xidmət müəssisələrinin proseslərinin inteqrasiyası artıq başlanılıb və bu barədə müəyyən müzakirələr gedir. Yəni ümumən bu fəaliyyət onu göstərir ki, bizim konsepsiyaya həm regionda, həm də ümumilikdə götürsək beynəlxalq müstəvidə maraq böyükdür. Söhbətimizin elə bu yerində vurğulamaq istədiyimiz bir məqam var, ardınca yenidən davam edəcəyik. Dost mərkəzləri müraciət və xidmət göstəricilərində diqqət çəkən dinamika ilə yadda qalıb. Bu nəticə nə ilə əlaqəlidir? Hansı xidmətlər üzrə qeydə alınıb? Vətəndaşlar ən çox hansı xidmətlərdən yararlanıblar? İzləyək, ardınca söhbətimizə davam edəcəyik. May ayının əvvəlində Dost mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Mayın 4-də mərkəzlərə ümumilikdə 7057 nəfər vətəndaş müraciət edib. Bu göstərici Dost mərkəzlərində indiyədək qeydə alınmış ən yüksək nəticədir. Gün ərzində ölkə üzrə ən çox vətəndaş müraciəti 3 saylı Bakı Dost mərkəzinə ünvanlanıb. Mərkəzə 1833 nəfər vətəndaş müraciət edib. Ümumilikdə həmin gün Bakıda yerləşən Dost mərkəzlərinə 5546 müraciət edilib. Mayın 4-də Abşeron Dost mərkəzinə 845 nəfər və Qarabağ Regional Dost mərkəzinə 416 nəfər müraciət edib. Azad edilmiş ərazilərdə açılmış bir Dost filialına və 3 Dost məntəqəsinə həmin gün toplam 22 müraciət edilib. Müraciətlərin 17,7% pensiya, 17,1% isə sosial müavinətlərlə bağlı olub. Üçüncülük 15,8% ilə məşğulluğun payına düşüb. Qeyd edək ki, Dost mərkəzlərində indiyədək 4,5 milyona yaxın vətəndaşa xidmət göstərilib. Dost xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,8% təşkil edir. Dost çağrı mərkəzi 142 üzrə isə 8,8 milyondan çox zəng cavablandırılıb və məmnunluq səviyyəsi 95,3%-dir. Vətəndaş məmnunluğunun qorunması, xidmətlərin optimallaşdırılması, beynəlxalq arenada Azərbaycan brendi kimi tanınma və eyni zamanda bir məqamda qeyd etmək istərdim ki, könüllülüyün təbliği. Dost konsepsiyası, Dost Agentliyi həm də könüllülər üçün bir məktəbdir. Gənclər gəlirlər, öyrənirlər və xüsusilə həssas kateqoriya ilə çalışmaq heç də asan deyil. İstərdim gənclərin, könüllülərin Dost Agentliyinə qatdığı dəyər barədə danışaq. 193 mindən çox müraciət var bizdə könüllü kimi fəaliyyət göstərmək üçün müxtəlif mərkəzlərdə və bunlardan hardasa 8 minə yaxın könüllü artıq Dost mərkəzlərində fəaliyyətdə olublar. Alt proqramlar mövcuddur, müxtəlif ümumiyyətlə könüllü Dost proqramı çərçivəsində Gənc Dost alt proqramı var. Bu sizin qeyd etdiyiniz kimi 16-29 yaşlı gənclər üçün sırf mərkəzdə bizim fəaliyyətimizə dəstək məqsədi ilə onlar ilkin korporativ və peşəkar təcrübələrini əldə edirlər və həmçinin də universitetdə əldə etdiyi hansısa bir nəzəri bilikləri artıq praktikada onları tətbiq edə bilirlər. Bununla bərabər qeyd etdiyim kimi Gümüşü Dost alt proqramı var. Burada əsas məqsəd artıq pensiya yaşına çatmış şəxsləri də cəmiyyətə reinteqrasiya etməkdir. Burada əsas hədəf ondan ibarətdir ki, nəsillərarası bir dialoqa nail olaq. Bizim Gümüşü dostlarımız, yəni bizim Gümüşü könüllülərimizin 40-50 il təcrübələri var. Onlar gənclərlə öz təcrübələrini paylaşırlar. Həmçində gənclər bu yeni texnologiyalarla, yeni trendlərlə bağlı
öz təcrübələrini, öz biliklərini təcrübəli şəxslərlə paylaşırlar, yəni gümüşü könüllərimizlə paylaşırlar. Düşünürəm ki, bu müddət ərzində biz buna da nail olmuşuq. Əlavə olaraq distant könüllüyü ilə bağlı da bizim müxtəlif mikrolayihələrimiz olur. Distant könüllüyün də əsas məqsədi ola bilər ki, əl illiyi olan şəxslər və yaxud peşəkar şəxslər müəyyən iş şəraiti ilə və ya düşdüyü şəraitlə əlaqədar yerlərdə könüllü kimi fəaliyyətdə ola bilmirlər və biz bu tip onlayn layihələr, distant layihələr vasitəsilə onlara şərait yaradırıq ki, onlar da sosial yönümlü layihələrdə könüllü kimi fəaliyyət göstərsin. Maraqları necədir bu onlayn layihələrə? Onlayn layihələrə çox böyük maraq var. Həm korporativ mühitdə peşəkarlar tərəfindən, həmçinin də əlilliyi olan şəxslər tərəfindən də bu tip layihələr çox böyük maraq var. Korporativ mühit məsələsinə toxunduq və ehtimal etmək çətin deyil ki, DOST konsepsiyasının uğurunun arxasında böyük bir komanda işi dayanır. Bir məqam da var ki, DOST mərkəzlərində vətəndaşlara xidmət zamanı əməkdaşlar fərqli situasiyalarla qarşılaşa bilərlər. Bu zaman iş prinsipi necə qurulur? Razıyam, gündə 1000-ə yaxın vətəndaş qəbul edir, ən azı bizim mərkəz və mərkəz çərçivəsində bu sosial agentlərimiz, bizim xidmət göstərən əməkdaşlarımız vətəndaşlarla ünsiyyətdə çox böyük məsuliyyət daşıyırlar. Bu həm psixoloji məsuliyyətdir, həmçinin də emosional məsuliyyətdir. Və biz psixoloji məsuliyyətin öhdəsindən gəlmək üçün hər bir mərkəzimizdə psixoloqlar fəaliyyət göstərir və psixoloqların dəstəyi vasitəsilə əməkdaşlar istədikləri vaxtı onlara müraciət edə bilirlər. Həmçinin müəyyən bir treninqlərə, təlimlərə cəlb olunurlar, infosessiyalara cəlb olunurlar və bununla da biz ona nail oluruq ki, komanda daxili ilkin olaraq əlaqələr gücləndirilir və komanda daxili əlaqələr gücləndikdə insan əgər işləmək istədiyi mühitdə nə baş verir, deməli motivasiya artır və motivasiya da artırsa son olaraq da bizim əsas amalımız vətəndaşa layiqli xidmət göstərmək lazımdır və motivasiyalı əməkdaş demək olar ki, istənilən halda vətəndaşa çox da layiqli və keyfiyyətli xidmət göstərir. Ruslan müəllim, bir sayılı Bakı DOST mərkəzi həm də ilk DOST mərkəzi olaraq hər zaman bir meyar rolunu oynayır. Bu baxımdan yaxınlaşsaq, ümumilikdə DOST agentliyinin bundan sonra şəbəkəsinin genişlənməsi və keyfiyyətin daha da artırılması üçün xidmətlərə hər hansı dəyişiklik nəzərdə tutulurmu? Gəlin məsələyə yenə də birinci statistika tərəfindən, sonra təkmilləşdirmə tərəfindən baxaq. Hal-hazırda bildiyiniz kimi ümumiyyətlə 7 DOST mərkəzi fəaliyyətdədir. Bundan əlavə bizim müəyyən filiallarımız və məntəqələrimiz fəaliyyət göstərir. Məsələn, hal-hazırda Şuşada filialımız var, Tərtərdə filialımız var, həmçinin də məntəqə tipli Kəlbəcər rayonunda məntəqəmiz var, Füzuli rayonunda məntəqələr var və Ağıllı kəndində yerləşən Smart Village-də Smart DOST məntəqəsi var və bu da bizim konsepsiyamızın əsas elementlərindən biridir ki, gələcəkdə biz daha rahat vətəndaşın əlçatanlığını təmin etmək üçün Smart DOST konsepsiyasındadır, yəni Smart DOST məntəqələrində tətbiq olunmasını düşünürük və ümumilikdə 14 mərkəzin və bir çox digər filialların da açılması nəzərdə tutulur. Amma bununla bərabər, bu statistik göstəricilərdir, bununla bərabər məsələnin təkmilləşdirməsi məsələsinə yanaşdıqda süni intellektin tətbiq olunması sadəcə texnologiyanın tətbiq olunması deyil. Bu süni intellekt vasitəsilə biz həm bizim xidmətlərin əlçatanlığını təmin edirik, həmçinin də bizim xidmətlərin dayanıqlılığını və operativliyini təmin edirik. DOST mərkəzlərində yaxın zamanda süni intellektin tətbiqi gündəmdədirmi? Bununla bağlı artıq proseslər gedir və bizim əsas hədəflərimizdən biri sırf süni intellekt özünüz də bilirsiniz ki, hal-hazırda bir yerdə dayanmır, yəni o inkişaf eləyir və inkişaf etdikcə biz də artıq xidmətlərimiz vasitəsilə, yəni bugün tətbiq edə biləcəyimiz hansısa bir alətlər ola bilər ki, bir neçə ay sonra artıq aktual olmaya bilər. Ona görə daha yeni alətlər gündəmdə olsun. Daha yeni alətlər və bu proses davamlı olmalıdır. Yəni bugün biz hansısa bir xidməti onu tətbiq eləyək və çəkilək kənara ki, bu artıq nəticə verəcək, ola bilər ki, daha yaxşı nəticə verə bilərdi. Və ona görə düşünürəm ki, süni intellekt inkişaf etdikcə biz də bu trendlərdən geri qalmamağa çalışacağıq və xidmətlərimizin də keyfiyyətinin artırılmasında süni intellektdən istifadə edəcəyik. Çox gözəl. Bir daha 7 illik fəaliyyətiniz münasibətilə sizi təbrik edirəm.
və arzu edirəm ki, Dost Agentliyi bundan sonra da innovativ layihələri, insan yönümlü yanaşması və uğurları ilə cəmiyyətimizə dəyər qatmağa davam edəcək. Çox sağ olun ki, bugün bizim dəvətimizi qəbul etdiniz və studiyamızın qonağı oldunuz. Təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun ki, şərait yaratdınız. Bu informasiyanı sizin izləyicilərlə paylaşdıq. Çox sağ olun. Qonağımızla söhbətimizi izlədiniz. Sosial sahədə əsas məsələ yalnız xidmət göstərmək deyil, vətəndaşı anlamaq, ona doğru məlumatı vaxtında çatdırmaq və ehtiyac duyduğu anda yanında olmaqdır. Dost olmaq da məhz bu yanaşmadan başlayır. Əlçatan olmaqdan, izah etməkdən, dinləməkdən və vətəndaşa xidmət prosesini daha rahat və şəffaf etməkdən. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.